Hər vaxtın xeyirli olsun. Azərbaycan milli mətbəxinin hər fəsildə yeyilə bilən çox ləzzətli küftəli doğğa reseptini bir dəqiqəyə öyrənəcəksən. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. Xüsusən də Bakı və Lənkəran bölgəsində bişirilir. Başqa hansı bölgədə bişirilirsə şəhər bölməsində bizlərə bildirin. Keçək reseptə. Soğanla çəkilmiş yağsız mal ətindən küftəciklər düzəlt. Hansı göyərtlər lazımsa aşağıda qeyd edəcəm. Göyərtini də doğra qoy qırağa. Kənd qatığının üzərinə yumurta və unun vur. 1 yemək qaşığı mayonez də vur, blenderdan keçir. Daha sonra düyüsünü də əlavə et. Düyü öncədən suda qalmalıdır ya. Qaynar su tök qoy bişsin. Suyu qaynayandan sonra küftəcikləri də əlavə et. Küftələr üstə çıxıbsa deməli küftə hazırdır. Göyərtisini də vurub qarışdır. 3-4 dəqiqə sonra bişmiş noxudunu da vur. Bu arada azca tərxunla vurmuşuq, çox ləzzətli olur. Elə ki şorbanı kənara qoydun, 15 dəqiqə sonra duzun vur. Qatığı turş olanlar çeşnişaz vursun və kənara qoyandan sonra süd əlavə edə bilər. Hazırda hər kəsə nuş olsun. Sağ olun, Allah'a emanet.